Qan azlığını tamamilə yox edən 8 qida, həyatınızı dəyişdirəcək məlumatlar. Bəzən özünüzü yorğun, halsız və gücsüz hiss edirsiniz. Baş ağrıları, diqqət yayılması, hətta nəfəs darlığı. Amma bunun səbəbini anlamırsınız. Bəlkə də bu problemlərin kökündə bir çox insanın fərqində varmadığı ciddi bir səbəb dayanır. Qanımız bədənimizin enerji mənbəyidir. Əgər kifayət qədər sağlam qırmızı qan hüceyrələrimiz yoxdursa, bədənimiz normal işləyə bilmir. Nəticədə gündəlik fəaliyyətlər belə ağır bir yükə çevrilir. Bəs həqiqətən bu problemi necə həll edə bilərik? Dərmanlarsız, bahalı müalicələrsiz, sadəcə təbii qidalarla, elə qidalar var ki, onları gündəlik rasionunuza əlavə etsəniz, bədəninizi təbii yolla gücləndirə bilərsiniz. Bugün sizə qan azlığını tamamilə aradan qaldırmağa kömək edəcək 8 güclü qidanı danışacağım. Sonadək diqqətlə izləyin, çünki bu məlumatlar həyatınızı dəyişə bilər. Qida 1. Qırmızı ət və qaraciyər. Bədənimizdə qanı gücləndirən ən vacib maddələrdən biri dəmirdir. Dəmir çatışmamazlığı olduğunda qırmızı qan hüceyrələrinin sayı azalır. Bu da yorğunluq, baş gicəllənmə və halsızlıq kimi problemlərə səbəb olur. Qan azlığını aradan qaldırmağın ən təsirli yollarından biri qırmızı ət və qaraciyər yeməkdir. Qırmızı ət xüsusilə mal və qoyun əti bədənin asanlıqla mənimsəməyə biləcəyi ən yaxşı dəmir mənbələrindən biridir. Həftədə bir neçə dəfə qırmızı ət yemək qan səviyyəsini artırmağa kömək edə bilər. Qaraciyər isə sadəcə dəmirlə zəngin deyil, eyni zamanda B12 vitamini və fol turşusu kimi qan hüceyrələrinin yaranması üçün vacib olan maddələr ehtiva edir. Xüsusilə mal qaraciyəri qan azlığından əziyyət çəkənlər üçün əvəzolunmaz qidadır. Lakin çoxlu miqdarda qızardılmış və ya yağlı şəkildə yemək əvəzinə daha sağlam bişirmə üsullarını seçin. Qaraciyəri qaynadaraq və ya az yağda bişirərək istehlak etmək onun faydalarını qoruyub saxlamağa kömək edəcək. Daimi halsızlıq hiss edirsinizsə, qırmızı ət və qaraciyəri rasionunuza əlavə edin və dəyişiklikləri hiss edin. Qida 2. Ispanaq və yaşıl yarpaqlı tərəvəzlər. Qan azlığını aradan qaldırmaq üçün ən güclü təbii qidalardan biri də ispanaq və digər yaşıl yarpaqlı tərəvəzlərdir. Bu qidalar bədəndə qan istehsalını artırmağa kömək edən dəmirlə olduqca zəngindir. Xüsusilə ispanaq, kələm və cəfəri qan azlığı problemi yaşayanlar üçün əvəzolunmaz seçimdir. Ispanaq sadəcə dəmir qaynağı deyil, eyni zamanda C vitamini və fol turşusu ehtiva da edir. Bu maddələr dəmirin bədəndə daha yaxşı mənimsəməsinə kömək edir. Amma unutmamaq lazımdır ki, ispanaqda oksalat adlanan bir maddə var və bu dəmirin tam şəkildə solunmasına mane ola bilər. Buna görə ispanağı limon suyu ilə və ya C vitamini olan qidalarla birlikdə yemək onun təsirini artırır. Yaşıl yarpaqlı tərəvəzləri salatlara, kokteyllərə və ya bişmiş yeməklərə əlavə edə bilərsiniz. Həftədə bir neçə dəfə bu qidaları qəbul etsəniz, tez bir zamanda özünüzü daha enerjili hiss edəcək və qan azlığının simptomlarının azaldığını görəcəksiniz. Qida 3. Çulundur. Qan azlığını aradan qaldıran ən güclü tərəvəzlərdən biri də çulundurdur. Çulundur bədəndə qanın tərkibini yaxşılaşdıraraq qırmızı qan hüceyrələrinin sayını artırmağa kömək edir. Bu onun tərkibində olan yüksək miqdarda dəmir, fol turşusu və antioksidantlarla bağlıdır. Çulundur qan dövranını gücləndirir. Çulundur qan dövranını gücləndirir, hüceyrələri oksigenlə təmin edir və yorğunluğu azaldır. Qan azlığından əziyyət çəkən insanlar üçün təbii enerji mənbəyidir. Təkcə dəmir deyil, həm də kalium və C vitamini baxımından zəngin olduğu üçün bədənin ümumi sağlamlığını dəstəkləyir. Çulunduru müxtəlif yollarla qəbul etmək mümkündür. Onu çiğ şəkildə salatlara əlavə edə, qaynadıb yemək kimi yeyə və ya şirəsini sıxaraq içə bilərsiniz. Xüsusilə çulundur şirəsi qan dövranını sürətləndirmək və bədəni oksigenlə təmin etmək üçün əla seçimdir. Qida 4. Yumurta. Qan azlığını aradan qaldırmaq üçün faydalı qidalardan biri də yumurtadır. Yumurtanın tərkibində bədənin ehtiyac duyduğu bir çox vacib qida maddələri var. Xüsusilə dəmir, B12 vitamini və fol turşusu baxımından olduqca zəngindir ki, bunlar da qırmızı qan hüceyrələrinin yaranmasına və qan dövranının yaxşılaşmasına kömək edir. Yumurtanın tərkibində yüksək keyfiyyətli protein sayəsində bədənin daha güclü və enerji olmasına da dəstək olur. B12 vitamini isə qan hüceyrələrinin sağlamlığını qoruyur və qan azlığının qarşısını almağa kömək edir. Xüsusilə yumurtanın sarısı ən çox dəmir ehtiva edən hissəsidir. Gündə bir yumurta yemək qan azlığı olan insanlar üçün olduqca faydalıdır. Onu qaynadılmış, omlet və ya digər sağlam üsullarla bişirərək qəbul edə bilərsiniz.
Amma unutmayın ki, yumurtanı çox yağda qızartmaq onun faydalı xüsusiyyətlərinin azalda bilər. Daimi halsızlıq və yorğunluq hiss edirsinizsə, qidalanma rasionunuza yumurtanı əlavə edin. Bu sadə, ucuz və eyni zamanda təsirli bir həll ola bilər. Qida 5. Paxlalılar. Qan azlığından əziyyət çəkənlər üçün ən faydalı bitki mənşəyi qida mənbələrindən biri paxlalılardır. Xüsusilə noxud, mərci və lobya tərkibində yüksək miqdarda dəmir ehtiva edir. Dəmir bədəndə qırmızı qan hüceyrələrinin istehsalını artırır və qan dövranını gücləndirir. Paxlalılar təkcə dəmirlə deyil, həm də fol turşusu və zülar ilə zəngindir. Fol turşusu yeni qan hüceyrələrinin yaranmasına kömək edir və qan azlığının qarşısını alır. Xüsusilə vegetarian və ya ət yeməyi az sevən insanlar üçün paxlalılar əvəzolunmaz qidadır. Bu qidaları yemək menyunuza daxil etmək çox asandır. Onları şorbalarda, salatlarda və ya qaynadılmış şəkildə yemək olar. Quru paxlalıları bir neçə saat suda isladıb pişirmək onların həzmini daha da asanlaşdırır. Əgər tez yorulursunuzsa, halsızlıq hiss edirsinizsə və ya qan azlığından əziyyət çəkirsinizsə, rasionunuza noxud, mərci və lobyanı mütləq əlavə edin. Qida 6. Balıq və dəniz məhsulları. Qan azlığını aradan qaldırmaq üçün ən təsirli qidalardan biri də balıq və dəniz məhsullarıdır. Xüsusilə ton balığı, samon və krevetlər B12 vitamini və dəmir baxımından olduqca zəngindir. Bu maddələr qırmızı qan hüceyrələrinin istehsalını artıraraq qan dövranını gücləndirir və yorğunluğu aradan qaldırır. B12 vitamini qan hüceyrələrinin sağlam qalmasına kömək edir, sinir sistemini qoruyur və enerjini artırır. Dəmir isə bədəndə oksigen daşınmasını yaxşılaşdıraraq halsızlığı azaldır. Xüsusilə dəniz məhsulları omega-3 yağ turşuları ilə zəngin olduğu üçün qan damarlarını qoruyur və ürək sağlamlığını dəstəkləyir. Qida 7. Qoz, badam və fındıq. Qan azlığını aradan qaldırmaq üçün ən faydalı və enerji verici qidalardan biri də qoz, badam və fındıqdır. Bu qidalar tərkibində yüksək miqdarda dəmir, fol turşusu və sağlam yağlar ehtiva etdiyi üçün qırmızı qan hüceyrələrinin artmasına və qan dövranının yaxşılaşmasına kömək edir. Qoz və badam beynin və sinir sistemi fəaliyyətini dəstəkləyir. B qrupu vitaminləri ilə zəngindir. Xüsusilə B12 vitamini çatışmamazlığı qan azlığının əsas səbəblərindən biri olduğu üçün bu qidalar rasionunuzda mütləq olmalıdır. Fındıq isə dəmir və maqnezium baxımından zəngindir. Bu da yorğunluğun və halsızlığın azalmasına kömək edir. Bu qidaları gündəlik olaraq çiğ şəkildə yemək daha faydalıdır. Qızardılmış və ya duzlu versiyalarını istehlak etmək isə faydalarını azalda bilər. Qida 8. Nar və nar şirəsi. Qan azlığını aradan qaldıran ən güclü və təsirli qidalardan biri də nar və onun şirəsidir. Nar bədənin qan istehsalını artıran və qan dövranını gücləndirən təbii bir super qidadır. Tərkibində yüksək miqdarda dəmir, C vitamini və antioksidantlar olduğu üçün qan hüceyrələrinin yaranmasını sürətləndirir və yorğunluq hissini azaldır. Narın ən vacib xüsusiyyətlərindən biri onun qanın oksigen daşıma qabiliyyətini artırmasıdır. Bu bədəndə daha çox enerji yaranmasına və insanın daha çox güclü hiss etməsinə kömək edir. C vitamini ilə zəngin olduğu üçün bədənin dəmiri daha yaxşı mənimsəməsini təmin edir. Nar şirəsi isə qan azlığı ilə mübarizə aparmaq üçün əla seçimdir. Hər gün təbii nar şirəsi içmək qanın keyfiyyətini artırır və immun sistemini gücləndirir. Amma ən yaxşısı evdə hazırlanmış nar şirəsi içməkdir. Çünki mağazadakılar şirələrə əlavə şəkər və suni maddələr qatılır. Gördüyünüz kimi qan azlığını aradan qaldırmaq üçün dərmanlara ehtiyac yoxdur. Sadəcə düzgün qidalanma və dəmir B12 vitamini və fol turşusu ilə zəngin qidaları rasionunuza əlavə etmək kifayətdir. Bu 8 qida sayəsində yorğunluq, halsızlıq və diqqət yayınması kimi problemlərdən xilas ola bilərsiniz. Unutmayın, sağlam həyat tərzi və düzgün qidalanma bədəniniz üçün ən güclü dərmandır. Əgər videodakı məlumatlar sizin üçün faydalı oldusa, videonu bəyənin və yaxınlarınızla paylaşın. Sağlamlıqla bağlı daha çox maraqlı məlumatlar üçün kanalımıza abunə olmağı unutmayın. Yeni videolarda görüşənədək.